Muzey mədəniyyətin mavzoleyidir. Orada Tanrıya, təbiətə, insana aid olan hər nə varsa qorunur. Türkiyə intellektualı Ali Artun muzeyin tarixinin qədim məbədlərin inşa olunmasından başladığını iddia edərək yazır ki, xüsusilə çox tanrılı inancların mövcud olduğu və heykəltaraşlığın memarlıqdan ayrılmağa başladığı çağlarda məbəd quruluşu etibarilə heykəlləri, digər naxışları, divar yazıları və rəsmləri ilə bütöv bir kolleksiya təşkil edirdi. Məsələn, Süleymanın Qüdsüsdə inşa etdirdiyi məşhur məbədin layihəsinin və tikilmə əmrinin birbaşa Tanrıdan gəldiyi qəbul olunur. Bu məbəd Tanrının iqamətgahı olmaqla yanaşı, İbranilərin müqəddəs yadigarlarını, ən əsası 10 əmri mühafizə etmək üçün yaradılmış bir muzey funksiyası daşıyırdı. Bütün bunlara baxmayaraq, muzey modern çağın anlayışıdır. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərindən başlayaraq mədəniyyətin ifadə olunduğu məkanlara muzeylər də aid edildi. Britaniya muzeyi, ardınca Louvre, Berlin və Ermitaj muzeyləri yaradıldı. Dünyanın hər yerindən sənətə, tarixə, arxeologiyaya, etnoqrafiyaya və sair mədəniyyətə aid bütün sahələrin mirası milli xarakterindən asılı olmayaraq bu muzeylərə daşınmağa başladı. Fransız rəssamı Josefina Bertonun məşhur qravürlərinin birində Napoleonun yağmaladığı Avropa şəhərlərindən qiymətli eksponatların at arabaları ilə muzeylərə daşındığı səhnə təsvir olunub. Muzeylər bir növ modern çağda sekulyar ilahiyyat rolunu oynayan sənətin kilsələri, məbədləridir. Təsadüfi deyil ki, Ermitaj sözü fransızcadan tərcümədə tənha yer deməkdir. Bu da muzeylə monastır arasındakı qohumluğa işarə edir. Əgər Kraliça Yekaterina fransız maarifçiləri ilə, xüsusilə Didro ilə səxavətli davranmasaydı, Ermitaj muzeyi indikindən qat-qat kasıb olacaqdı. Avropa muzeyləri qapılarını Şərq mədəniyyətinin mirasına taybatay açdığı dövrdə Rus zadəganları da Avropa mədəniyyətinin incilərini ələ keçirməyə can atırlar. Ona görə də harda, hansı ölkədə olmasından asılı olmayaraq muzey mədəniyyətin tək qaldığı, tənhalığa çəkildiyi bir məkandır.